Değerli dostlarımız, Quba Xınalıq yolundayıq. Qəşreşdə sizlərə 30 sot torpaq sahəsinin üzərində mükəmməl, möhtəşəm bir villa təqdim eləyəcəm. Yenə gəlmişəm bağ evinə, təmizlik işləri görməyinə. Çatdıra bilmirəm, bağ evi çoxdur, çatdıra bilmirəm dəyərli dostlarımız. Quba Xınalıq yolundan, Qəşreşdən, tam yolun üzərindən 30 sot torpaq sahəsinin üzərində sizlərə 5 otaqlı, ideal, şəxsi, mükəmməl bir mülk təqdim eləyəcəm. Mülkümüzün qazı, suyu, işığı, kanalizasiyası var. Dəyərli dostlarımız, burada kanalizasiya sistemi artezyandır. Şambodur, dəyərli dostlarımız. Su artezyandır. 17 tonluq bir su çəni var. 13 tonluqda birdir. Cəmi 30 tonluq su çəni var. Həyətyanı sahəsində istənilən növ meyvə ağaçları var. İstənilən növ meyvə ağaçları. Şəlaləsinə kimi var. Geniş bir şəkildə həyətyanı sahəsini təqdim eləyək. Mərkəzi giriş darvazasıdır. Həyətyanı sahə tamet daşlarla örtülüb. Həyətinə sərbəst şəkildə bir neçə ədəd avtomobil daxil etmək mümkündür, dəyərli dostlarımız. Gözəl bir şəlaləsi, bahalı bir yol kağızı var. Dəyərli dostlarımız, qiymətini bilənlər bilirlər. Gözəl bir şəlalədir. Həyətində pesetkası var. İstənilən növ meyvə ağacı, istənilən növ. Sayıram bir-bir. Zoğal, alma, armud, heyva, nar, qoz, fındıq, şabalıd da nə istəyirsiniz var da həyətyanı sahəsində. Gül çiçəklər də ki, öz sözün deyil. Qəşəng bura arı yeşikləri qoyursunuz, dəyərli dostlarımız, arı saxlayırsınız. Qiymət isə bu gözəl mülkümüz üçün qiymət nəzərdə tutulub 600.000 manat, 600.000 manat. Real müştərilərə əlanın əlası endirim olunacaq. Gəl buradan besetka sahəsində təqdim eləyək, dəyərli dostlarımız. 17 tonluq su çəni qarşı tərəfdədir. Besetka tərəfdən təqdim edəcəyik sizlərə. Besetkasıdır. Ümumi 30 sotun üzərindədir. 30 sotun üzərində. Torpağında çıxarışı var, evində çıxarışı var. 17 tonluq sudur, artezyan quyudur və bu kənddə 15 ailəyə buradan su paylanılır. 15 ailəyə su paylanılır. 13 tonluqda buradadır, dəyərli dostlarımız. Mülkümüz ön cərgədən, belə deyim, çöldən bir mərtəbə görsənir, amma 2 mərtəbəlidir, 5 otaqlıdır. 13 tonluqda buradadır, 2 ədəd su çənidir, 2 ədəd. 13 tonluq. Gözəl də istirahət eləməyə aldın, qardaş. Yay sezonu gəldin məni kimi. Gəldin lapatkanı götürdün əl və başladın bağda işləməyə. Bu belə. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Səhifəmizdə izləmədə qalın, dəyərli dostlarımız. Keçəcəyik İsmailiya, Baskala və Nabrana. Bütün zonalardan sizlərə şəxsi, mükəmməl bağ evləri təqdim eləməyə. Hal-hazırda təqdim etdiyimiz bağ evin qiyməti 600.000 manatdır. Ümumi həyətyanı sahə ilə tanışdıqdan sonra qaraj sahəsində təqdim eləyək. Ondan sonra keçəcək evin daxili görünüşünə doğru. Gözəl bir dağ mənzərəsi olan sizlərə mülk təqdim eləyirik. Hər iki tərəf dağ mənzərəsidir. Evin arxa tərəfi və yan tərəfi. Qarşı tərəfdə yerləşir qaraj sahəsi, dəyərli dostlarımız. Bir daha evin ümumi üst fasadı ilə tanış olub, keçirik daxili görünüşünə doğru. Deyəsən, həyətin mənzərəsindən çıxa bilmirsən, dəyərli qardaş. Gəl evin içi ilə də tanış eləyək də, bəs cəmaət səbirsizliklə bizi gözləyir axı. Monolit betonla inşa olunub. Evin daxilindəyik, dəyərli dostlarımız. Birinci mərtəbəyə düşən pilləkən sahəsi və ikinci mərtəbəyə qalxan pilləkən sahəsi. Qranit daşlarla üzlənilib, mərmər qranit daşlarla. Mərtəbələr arasında monolit betondur. Pol sahəsi parketdir. Pilləkənlərdən daxil olanda geniş, gözəl qonaq otağı, kamen sistemi yığılıb, hal-hazırda işlək vəziyyətdədir. Solda yerləşir evin gözəl bir mətbəx sahəsi. Bütün otaqların istilik sistemi kombidir. Radiator vasitəsilə otaqlara bölgülərdir, dəyərli dostlarımız. Mətbəxi ilə tanış oluruq. Buradan eyvana keçid xodu.
gözəl bir eyvanın gözəl mənzərəsi var. Dağa baxan, insan beynini sakitləşdirən gözəl bir dağ mənzərəsi. Həyətyanı sahənin yaşıllıqları çox gözəl və superdir, dəyərli dostlarımız. Burada yerləşir yataq otaqlarından biri. Bu yataq otağının özünə məxsus sanitar qovşaq sahəsi mövcuddur. Duş kabini, hamam vannası, unvanliki, unitazı, hər bir şey var da. Yəni hamama aid olan bütün avadanlıqlar yığılıb. Ayaq yumaq üçün yeri. Keçirik digər sahələrə doğru. Hal-hazırda ikinci mərtəbədəyik. Burada da yerləşir yataq otaqlarından biri. Birinci yataq otağı. Dəhlizdə yerləşir ayrı-ayrılıqda 2 ədəd sanitar qovşaq sahəsi, hamam tualet, hamam otağı və ikinci mərtəbəyə məxsus olan yataq otağı. Hər bir tərəfə də pəncərə sahəsi mövcuddur, dəyərli dostlarımız. Keçək birinci mərtəbəyə doğru, dəyərli izləyicilərimiz. 600 min manat təşkil edir qiymət. Birinci mərtəbədə bizləri qarşılayır mətbəx sahəsi, yataq otağı, sanitar qovşaq, bilyard sahəsi və parnoy sahəsi, dəyərli dostlarımız. Pilləkən altında kladovkadır. Gəl, dəyərli qardaşım. Gözəl bir, geniş bir şəkildə dəhliz sahəsi var. Bura bilyard sahəsi kimi nəzərdə tutulub. Gözəl bir bilyardımız var. Maşallah, qəşəng. Əsl bilyard olan əsl yerdir. İstirahətə gəlsən, dincəlirsən. Mətbəx sahəsi, mətbəx mebeli yığılıb, tamamilə hazır vəziyyətdədir. Bahalı firma kondisioneri, adını demək istəmirəm, kondisionerinə kimi mövcuddur. Burada yerləşir birinci mərtəbəyə məxsus yataq otağı. Bir balaca yüngül birinci mərtəbəyə əl gəzdirmək lazımdır. Mülk sahibi bildirdi ki, 2003-cü ildə bu mülk təmir, inşa olunub, başa çatıb. 2003-cü ildən bura, dəyərli dostlarımız, müddət böyükdür. Təmirə ehtiyac var. Yataq otağı ilə tanış olaq. Birinci mərtəbədə yerləşən yataq otağı ilə tanış olduq. Sanitar qovşaq sahəsi ilə tanış olaq. Keçək digər sahələrə doğru. Səhifəni bəyənib like etməyi unutmayın. Səhifəmizdə hər büdcəyə də uyğun evlərimiz var. Təqdim etdiyim ev Quba Xınalıq yolu, Qəşreş, tam yolun qırağındadır, dəyərli dostlarımız. Sanitar qovşaq birinci mərtəbədə. Birinci mərtəbədə yetəri qədər sanitar qovşaq var. Geniş bir şəkildə hamam sahəsi, hamam vannası, duş kabini, hətta burada duş kabini, hətta burada gözəl bir duş kabin yığılıb. Buna bax, mənzərəyə bax. Hardan istəyirsən su vurur da sənə. Yeni texnologiyadır. Hardan istəyirsən su vurur. Keçək digər sanitar qovşaqla və parnoy otağı ilə sizləri tanış etməyə. Burada da bir sanitar qovşaqdır. 6 ədəd sanitar qovşaq var evdə. 6 ədəd. Və mülkün parnoyu. Mən keçim, siz rahat təqdim edə bilərsiniz. Bütün otaqların istilik sistemi, hamamın, otaqların, qonaq otağının, mətbəx sahəsinin, bütün evin istilik sistemlərinin xətti çəkilib hazır vəziyyətdə. 30 sot torpaq sahəsinin üzərindən sizlərə 600 min manata mülk təqdim etdim. Səhifəni bəyənib like etməyi unutmayın, dəyərli dostlarımız. Sağ olun, sağlıqla qalın.